Meksikanın ən çox axtarılan şəxsi Jalisco yeni nəsil narkotik kartelinin lideri Nemesio Oseguera Cervantesin öldürüldüyü bildirilir. Yenavaz.com BBC-yə istinadla xəbər verir ki, El Mencho kimi tanınan Cervantes bazar gün tərəfdarları ilə ordu arasında baş verən toqquşmalarda ağır yaralanıb və paytaxt Mexikoya aparılarkən vəfat edib. Bildirilir ki, Jalisco ştatının Tapalpa şəhərində keçirilən əməliyyat zamanı 4 Jalisco yeni nəsil üzvü öldürülüb. 3 ordu əməkdaşı isə yaralanıb. ABŞ-nin Meksikaya əməliyyata kömək edən məlumatlar verdiyi qeyd olunub. Məlumata görə kartel liderinin ölümünə Jalisco yeni nəsil üzvləri 8 ştatda maşınları yandırmaqla, yol maneələri qurmaqla və təhlükəsizlik qüvvələrinə hücum etməklə cavab verib. 59 yaşlı keçmiş polis məmuru El Mencho ABŞ-yə külli miqdarda kokain, metamfetamin və fentanil qaçaqmalçılığından məhsul olan geniş miqyaslı cinayətkar təşkilata rəhbərlik edirdi. ABŞ Dövlət Departamenti El Menchonun tutulmasına kömək edən məlumata görə $15 milyon mükafat vəd etmişdi. Meksika Müdafiə Nazirliyi açıqlamasında əməliyyatın ölkənin xüsusi təyinatlı qüvvələr tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini bildirib. Əməliyyat zamanı Meksika Hərbi Hava Qüvvələri və Milli Qvardiyadan da təyyarələr səfərbər edilib. Həmçinin əməliyyat zamanı bir neçə zirehli texnika və silah-sursatın, o cümlədən raket atıcılarının ələ keçirildiyi bildirilir.